Salam dəyərli şagirdlər, Kimya 8-ci sinif 1.5-ci mövzu, yəni elementlərin xassələrin dövrlüyü mövzusuna bərabər baxaq. Bismillah. İnşallah bu dərs ərzində biz nələr öyrənəcəyik? Atomun radiusu barəsində danışacağıq, metallıq barəsində danışacağıq, qeyri-metallıq barəsində danışacağıq. Sonra bu metalların, qeyri-metalların dövr sistem cədvəlində mövqeləri ilə tanış olacağıq. Ondan sonra da qəşəng bir şəkildə özümüzü yoxlayacağıq və dərsimizi yekunlaşdıracağıq. Öncəliklə gəlin görək bu atom radiusu nədir? Dəyərli şagirdlər, atom radiusu riyaziyyatda necə radius öyrənmişsiniz? Radius eyni şey kimyaya da tətbiq eləyək. Atom radiusu nüvədən ən uzaqdakı elektrona qədər olan məsafə adlanacaq atom radiusu. Nüvədən ən uzaqdakı elektrona qədər olan məsafə. Bu oldu atom radiusu. Dəyərli dostlar, dövr sistem cədvəlində atom radiusu barəsində belə bir qayda qanun var ki, yuxarıdan aşağıya doğru getdikcə atom radiusu böyüyür. Soldan sağa doğru getdikcə isə atom radiusu kiçilir. Ay müəllim, bu necə oldu? Baxın. Yəni, nə demək istəyirəm sizə? Bir dənə fikir verin. Hidrogen, bax, bu ən yuxarıdakı işarətlədiyim bu iki elementə diqqət edin. Görürsünüz, aşağıdakı elementin radiusu daha böyükdür. İndi baxın, bu iki elementi diqqət eləyək. Fikir verin, bunların radiusunu müqayisə eləyək. Gördük ki, deməli, daha doğrusu sol tərəfdə olan elementimizin radiusu daha böyükdür. Sağdakının radiusu daha kiçikdir. Ay müəllim, bu niyə oldu? Bəs səbəb var bunun. Deməli, hələ ki biz belə bir şey öyrənək. Atom radiusu necə oldu? Yuxarıdan aşağı doğru getdikcə atom radiusu böyüdü, soldan sağa doğru getdikcə atom radiusu kiçildi. Bunu birinci qəşəng yadımızda saxlayaq. Gəlin indi bunun isbatını eləyək, səbəbini eləyək. Səbəbini öyrənək daha doğrusu. Dəyərli şagirdlər, element hansı dövrdədirsə onun nüvəsinin ətrafında o qədər elektron təbəqəsi olur. Məsələn, element birinci dövrdədir. Bu hidrogenə fikir verin. Hidrogen birinci dövrdə yerləşən elementdir. Nüvəsinin ətrafında bir dənə təbəqə var. Litium artıq ikinci dövr elementidir. Litiuma fikir verin, ikinci dövrdə yerləşir. Deməli, bunun nüvəsinin ətrafında 2 dənə təbəqə olacaq. Sonra ki, natrium üçüncüdür, 3 dənə təbəqəsi var. Kalium dördüncüdür, 4 dənə təbəqəsi var. Qısası biz öyrəndik ki, element neçənci dövrdə yerləşirsə, bunun nüvəsinin ətrafında o qədər təbəqə var. Belə deyək, hər təbəqədə bir geyim kimi düşünsək, bunu belə geyindirdik, kələm kimi üst-üstə və radius böyüdü. Onda belə bir şey deyəcəyik. Elektron təbəqələrinin sayı artdıqca radius böyüyür. Yuxarıdan aşağı doğru getdikcə də dövr artdığına görə elektron təbəqəsi artır. Elektron təbəqəsi artdığına görə də radius böyüyür. Yaxşı, bunu başa düşdük. Bəs niyə soldan sağa doğru getdikcə atom radiusu kiçilir? Bunun səbəbi nədir? Bunun da özünə məxsus bir səbəbi var. Deyərlər, bu elementlərə diqqət edin. Natrium, alüminium, fosfor və xlor. Bunların hamısı yerləşəcək, deməli, üçüncü dövrdə. Yəni, bunların üçünün də, dördünün də daha doğrusu, nüvəsinin ətrafında 3 dənə təbəqə var. Çünki üçüncü dövr elementləridir. Yaxşı, bəs niyə görə natriumun radiusu daha böyük, xlorun radiusu daha kiçikdir? Bunun səbəbi odur ki, belə deyək də, natriumun nüvəsində 11 dənə proton var. Yəni, nüvəsinin yükü cəmi müsbət 11 eləyir. Bunun elektronlarına baxanda, elektronlarda 11 dənə elektronu var. Yəni, bir yerdə onlarda mənfi 11 yükü yaradırlar. Xlora diqqət edək. Xlor 17-ci elementdir. Yəni, 17 dənə protonu var. Tamam, 17 dənə protonu varsa, müsbət 17-dir bunun nüvəsinin yükü. Ətrafında da 17 dənə elektron hərəkət edir. Deməli, o da mənfi 17 edir elektronların ümumi yükü. Bir təsəvvür eləyək. Müsbət 11 ilə mənfi 11 bir-birini cəzb eləyir. Bir də var ki, müsbət 17 ilə mənfi 17 bir-birini cəzb edir. Baxın, elektron təbəqəsinin sayı eynidir. Hərəsində 3 dənə təbəqə var. Sadəcə bu dəfə o təbəqələrin içərisində olan yüklər fərqlidir. Yüklər nə qədər artırsa, cazibə o qədər yüksəlir. Nəticədə radius sıxılır. Çox dildə deyimdə, məsələn, təsəvvür edin, 2 dənə balecə maqnit qoymusunuz. Belə bu qədər məsafədə balecə maqnit qoymusunuz. Bax, balecə, noxun böyüklüyündə maqnit qoymusunuz. Və əllərinizi çəkirsiniz. Nə baş verəcək? O maqnitlər hünəri çatmayacaq ki, öz kütlələrini götürüb bir-birinə yapışsınlar. Öz kütlələrinin cazibəsi kütlələrini daşıyacaq qədər deyil. Amma indi təsəvvür edin, yenə eyni məsafədə bu dəfə bu boydana maqnitlər qoymusunuz. Nə baş verəcək? Əlinizi çəkən kimi çat deyə yapışacaqlar bunlar bir-birinə. Səbəb nədir? Çünki artıq yüklər böyüyüblər, bir-birinə yapışa bilirlər. O məsafə onlar üçün problem deyil. Xlor misalında da belədir. Yüklər çoxalıblar deyə bunlar bir-birini daha çox cəzb edirlər və nəticə etibarı ilə nə baş verir? Radius kiçilməyə doğru gedir.
Natriumda bəs natrium belə deyil, o qədər kiçilə bilməyibdi. Çünki yüklər azdılar. Belə. Dahası, dəyərli dostlar, gələk metallıq və qeyri-metallıq məsələlər var. Ümumiyyətlə, metallıq nədir, qeyri-metallıq nədir? Metallıq, dəyərli dostlar, atomun elektron vermə qabiliyyətidir. Bəs qeyri-metallıq nədir? Qeyri-metallıq da atomun elektron alma qabiliyyətidir. Yəni, atom nə qədər yaxşı elektron verirsə, o qədər qəşəng metallıq qabiliyyətə malikdir. Nə qədər yaxşı elektron ala bilirsə, o qədər güclü qeyri-metallıq qabiliyyətə malikdir. Yaxşı, bir də belə bir şey deyim sizə, dostlar. Baxın, metallıq, qeyri-metallıq atomun radiusuna söykənən bir xassədir. Atomun radiusu, bir dənə bu iki elementi müqayisə eləyək. Fikir verin, birincidə, bu elektrona baxın, nüvədə nisbətən nüvəyə yaxındır. Nisbətən nüvəyə yaxındır, nüvə də onu qəşəng əlində saxlayıb, yanındadır, qəşəng bir şəkildə əlində saxlayıb. İndi bu elektrona fikir verin. Görürsünüz, nüvədən əməllicə uzaq məsafədədir. Nüvədən elektron nə qədər uzaqda yerləşirsə, onun saxlanması o qədər çətinləşir, onun verilməsi o qədər asanlaşır. Yəni, dostlar, atom radiusu nə qədər böyük olursa, elektronun verilməsi o qədər asanlaşır. Atom radiusu nə qədər kiçilirsə, onun alınması asanlaşır, verilməsi çətinləşir. Biz də bayaqlar nə demişdik? Demişdik ki, yuxarıdan aşağıya doğru getdikcə elementlərin atom radiusu böyüyürdü və nəticə etibarilə onların elektron vermə qabiliyyəti artır. Onda belə bir şey deyək, dövr sistemi cədvəlində yuxarıdan aşağı doğru getdikcə radius artdığına görə bunun metallıq qabiliyyəti də artır. Metallıq artırsa dəyərlər, qeyri-metallıq avtomatik azalacaq. Sonra dahası, biz nə demişdik? Demişdik ki, baxın bu istiqamətdə, yəni sağdan sola doğru getsə də atom radiusu artırdı. Atom radiusu artırsa, yenə metallıq artır. Onda belə çıxır ki, element nə qədər solda və nə qədər aşağıdadsa, onun metallığı o qədər güclüdür. Element nə qədər sağda, nə qədər yuxarıdadsa, onun qeyri-metallığı o qədər güclüdür. Yəni, baxın uşaqlar, bu nöqtədə metallıq, bu nöqtədə isə qeyri-metallıq güclüdür. Ay müəllim, bəs bunu niyə vurğulamadınız? Baxın, mən buranı xəttləyirəm. Çünki bunlar nəcib qazlar, təzsiz qazlarlar. Bunlar elektron alıb vermirlər. Belə qəbul eləyək. Elektron alıb vermirlər. Həldə orta məktəbə görə. Elektron alıb vermirlər və bunları qeyri-metallıq, metallıq məsələsində o qabiliyyətdə bunları söhbətə salmıyor. Düzdür, bunlar qeyri-metallara aiddir, amma hər halda bunların metallıq qabiliyyəti necədir, qeyri-metallıq qabiliyyəti necədir, onları söhbətə salmıyor. Çünki atom elektron alıb verməlidir ki, biz bunlara deyək metallıq, qeyri-metallıq qabiliyyəti var. Bunlar axı elektron alıb vermirlər. Ona görə buralarda metallıq, qeyri-metallıq varmı, yoxmu? O söhbətə toxunmuruq. Yəni, qeyri-metalların içərisində ən güclü qeyri-metal olacaq, ən sağda, ən yuxarıda yerləşmiş flör. Metalların içərisində də ən sağ, solda, ən aşağıda yerləşmiş fransiumda olacaq ən güclü metal. Belə, deməli, metallıq, qeyri-metallıq atom radiusuna söykənilmişdir. Dostlar, gəlin metalların, qeyri-metalların dövr sistemi cədvəlində mövqeyinə baxaq. Ümumiyyətlə, belə bir şey var ki, metallar əsasən sol və aşağı tərəfdə yerləşirlər, qeyri-metallar əsasən sağ və yuxarı tərəfdə yerləşirlər. Əlavə yarımqrup elementləri hamısı metaldır. Bütün əlavə yarımqrup elementləri metaldır. Yəni, bu arada lanthanoid, aktinoid də metaldır. Sonra, bu gördüyünüz bu mərkəz hissədə olanların hamısı əlavə yarımqrup olduğundan hamısı metaldır. Ümumiyyətlə, mavi rəngdə gördüklərimiz hamısı metaldır. Deməli, sağ yuxarıda yerləşir qeyri-metallar, sol aşağıda yerləşir metallar. Bu şəkildə. Dəyərli dostlar, gəlin özümüzü yoxlayaq, görək bir şey öyrəndik, yoxsa yox. Deməli, bizə baxın 3 dənə element veribdir və deyir ki, bunları metallıq xassəsinin artması ardıcıllığı ilə düzün. Gəlin yadımıza salaq, metallıq nə zaman artır? Metallıq radius artanda artır. Bəs radius hansı istiqamətdə artırdı? Gözümün işıqları, radius artacaq soldan, sağdan sola doğru, bir də yuxarıdan aşağıya doğru. Yəni, bizim elementlərimiz içərisində ən kiçik metallıq xassəsi göstərən elementimiz, ən az metallıq xassəsi göstərən elementimiz Y-dir. Niyə? Çünki Y daha sağda yerləşib. Daha sağda yerləşib və daha yuxarıda yerləşib. Y deməli ən zəifidir. Ondan bir qədər güclü X-dir. Sonra ən güclü də Z-dir. Niyə ən güclü olur Z? Çünki bacardığı qədər solda, bacardığı qədər aşağıda yerləşib bu elementlərin içərisində. Dəyərli şeylər, diqqətinizə görə təşəkkürlər. İnşallah növbət dərslərdə görüşərik.